Naxçıvan Dövlət Kukla Teatrı yenilənən repertuarı ilə balacaların asudə vaxtlarının səmərəli təşkilini diqqətə saxlayır. Məktəblərdə payız tətilinin başlandığını nəzərə alan kollektiv maraqlı repertuar hazırlayıb. Uşaqlar, görün necə yaxşı olub bastanımız. Qonşu, qonşu. Qonşam, tez gəl, bax. Vay, osanız necə gözəl olur. Bax hələ. Teatrın istedadlı heyəti ilk dəfə olaraq Bunrako üslubunda hazırlanan tamaşasını da təqdim edib. Bayram İskəndərlinin Özgəyə Quyu qazan tamaşasının premyerası keçirilib. Tamaşanın quruluşçu rejissoru Səyyad Məmmədov, quruluşçu rəssamı Sabir Məmmədov, musiqi tərtibatçısı isə Əli Məmmədovdur. Tamaşa çox uğurlu oldu. Bu Naxçıvan teatrında hazırlanan ilk Burnaq stilində olan tamaşa idi. Burnaq stili yəni boy kuklalarıdır. Bu da Yaponlardan gəlmədir və biz çalışdıq ki, dünyada gedən proseslərə ayaq uyduraq. Naxçıvan Dövlət Kukla Teatrında müasir tamaşalar, müasir tipli olan kuklalarla tamaşalar hazırlasın və bu gün biz tamaşaçılarımızla buna nail ola bildik. Həm tamaşaçılarımız tamaşanı bəyəndilər, çünki tamaşanın axırında biz onlardan belə deyək, səmimi bir söhbət elədik və soruşduq tamaşanın nə qədər uğur qazandığını. Onlar öz alqışları ilə bildirdilər, öz fikirlərini dedilər. Bizim üçün çox xoş oldu, yeni bir stimul oldu və biz çalışacağıq ki, teatrımız üçün bir-birindən maraqlı janrlarda tamaşalar hazırlayıb onları həm balaca teatr sevərlərə və bizim belə deyək, Naxçıvanda yaşayan əhalimizə təqdim edə bilək. Həsən Məmmədov, Tərlan İbrahimova, Rafət Kərimov, NTV Xəbər.